Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyə ərzərib kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Xətai rayonu Tusi küçəsində, Həzəstonov və Əhmədli metrolarına yaxın ərazidədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış bir mənzildir. İndi mən mənzildə olan bütün detalları, hər şeyi sizin nəzərinizə çatdıracağam. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda sağda bu divar içi şkafımız yığılıb. Gəlin içərisini də göstərim. Dərinlik də çox yaxşıdır, yəni əşyalarınızı tam rahat yerləşdirmə imkanınız var. Girişdə döşəmə qranitdir, isti döşəmə ilə təchiz olunub, işıqlandırmada spotlardan istifadə olunub, burada yerləşdirilib bu hissədə. İndi isə keçək otaqlara, mən bir hər şeyi sizə göstərim. Artıq gördüyünüz bura mənzilin qonaq otağıdır, ölçüsü yaxşıdır, yəni en olaraq da yaxşıdır, dar uzun otaq deyil. Yəni təxmini belə deyim 22-25 kvadrat olar, yəni təxmini ölçü nəzərdə çatdırıram. Burada deməli TV stand bu hissədədir. TV internet burada nəzərdə tutulub. Aşağı hissəsi şkafdır, sağ və sol mebel daraqlardır. Buralarda yerləşdirib o hissədə. Mərkəzdə gözəl lüstrumuz var, pərdə asılıb. Eyni zamanda spotlardan da istifadə olmuş işıqlandırmada. Bu hissəyə mebellərinizi rahat yerləşdirə bilərsiniz. Burada da yeni mebel daraqlar arasında işıqlardan istifadə olunub. Kondisionerin yeri qoyulub orada hazır vəziyyətdədir. Və nəzərinizə çatdırım ki, mənzil bir otaqdan 2 otağa düzəlmədir. Ona görə mətbəx hissə buradadır. Gəlin onu da göstərim mən sizə. Qonaq otağından ara kəsmə şüşə sürgülü qapı ilə ayrılır bu şəkildə. Buradan keçirik mənzilin mətbəx hissəsinə. Onu deyim ki, burada isti döşəmədir və girdikdə, daxil olduqda sağ və sol tərəflərdə şkaflar yığılıb. Gəlin göstərim, yeni mətbəx mebelidir. Tam axıra kimi görürsünüz, yuxarı hissədə də şkaf var. Qaz peçi aspiratoru qoyulub hazırdır. Eyni zamanda üzbəüz dediyim kimi bu hissədə də yeni şkaflar yığılıb. Tam axıra kimi soyuducun yerini görürsünüz. Burada nəzərə alınıb, burada da spotlar yerləşdirilib. Yəni gözəl də proyekti var. İdeal şəkildə bir otaqdan 2 otağa düzəldilib. Keçək mən sizə göstərim mənzilin yataq otağını. Qonaq otağının yanında yerləşir. Burada mənzilimizin yataq otağıdır. Yəni bir otaqlı üçün ideal ölçüsü var. Yəni çox balaca otaqda deyil. Yəni təxmini deyim 20-22 kvadrat var ölçüsü. Burada yerləşməni nəzərə çatdırım. Taxtın yerini görürsünüz. Burada nəzərə alınıb pərdəmiz asılıb və nəzərə çatdırım ki, mənzilin eyvanına qonaq otağından çıxış var. TV internet çıxış. Burada nəzərə alınıb lüstr spotlar da burada da hamısı qaydasındadır. Yəni mənzil tam hazırdır, sadəcə əşyaları yerləşdirirsiniz və yaşamağa başlayırsınız. Yəni sanitar qovşağı da göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdırım. Bura isə dediyim kimi mənzilin sanitar qovşağıdır. Tam hazır vəziyyətdədir. Deməli burada nəyimiz var? Duş kabini görürsünüz, yığılıb, içərisi də genişdir. Bütün aksesuarlar da qoyulub hazırdır. Soşuyka, unitaz, moydadır. Yəni tam hamısı hazır vəziyyətdədir. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilə məlumatlarını bir daha nəzərinizə çatdırım. Mənzil yerləşir Xətai rayonu Tusi küçəsində, Həzəstonov və Əhmədli metrolarına yaxın ərazidə, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra bir cümlə yaşayış olmamış gözəl mənzildir. Bir otaqdan 2 otağa düzəlmədir. Ölçüsü 54 kvadratdır. Yerləşir 15 mərtəbəli binanın 5-ci mərtəbəsində və mənzilin start olaraq qiyməti 149.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.